Salam əziz dostlar. Artıq hamımız bilirik ki, keçən günlərdə Traktorun Tehrandakı oyununda, futbol oyununda baş verən ırqçılıq və qadına şiddət, sözlü şiddət söz konusuydu. Və önəmli olan odur ki, bunların heç biri rəsmi orqanlar və media tərəfindən ələ alınıb danışılmadı. E, Bu hadisələrin keçmişi var. Keçmişdə də var, bugün davam edir, möhtəmələn gələcəkdə də olacaq. Buradan yola çıxaraq inanırıq ki, hər bir şəxs, hər bir kəs özü bir tribun ola bilər. Və bu tribunda reaksiyon yerinə, vakuneş yerinə məsələlərimizi əqlə və rasionallığa əsaslandıraraq öz dilimizdə yaradıb, yazıb, səsləndirib, danışmalı və öz içimizdə özümüz üçün bir aydınlanma yaratmalıyıq. Ortaq bir rasional yol üzərində anlaşmalıyıq. Biz rasional olmayanda qarşı tərəfdəki noxoşluqları, ədəbsizliyi, hətta rasizmi adapt edib onlar kimi oluruq. Nietzsche deyir, şeytanın gözlərinə baxaraq savaşanda hadır ol, savaşdığın şeytana dönüşməyəsən. Buna diqqət edib özümüz kimi savaşmalıyıq. Öz dilimizdə, öz ədəb ərkanımız çərçivəsində və öz dəyərlərimiz içində hərəkət etməliyik. Bu seri müsahibələrdə biz Azərbaycanın siyasi ictimai fəallarını, elm insanlarını əlimiz yetdiyi qədərilə dəvət edib sizlərlə onların arasında bir körpü oluşturmağa çalışırıq. Ümid edirik gələcəkdə başqaları da fikirlərini və düşüncələrini böyük dinləyici kütləsi ilə paylaşmaq üçün Azərbaycan Civic Nation və Ətək yazı ilə irtibata keçərlər. Bugünkü qonağımız siyasət bilimci Sina Mirzayedir. Sina bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə çox təşəkkür edirəm və həmən suala keçirəm. Sizcə İranda sistemik ırqçılıq nə şəkildə var? Niyə davam edir bu ırqçılıq və bu futbola necə yansıyır? Buyurun. Çox sağ olun, çox təşəkkürlər. Mən sizə təşəkkür edirəm dəvətiniz üçün, bu fürsət üçün və gözəl başladığınız müqəddimə üçün mən çox bəyəndim. Sistemik ırqçılıq dediyimizdə, əslində tarixinə baxdığımızda bu İranda və ya əslində dövlət millət olma zamanında milli kimliklərə bir kimlik, bir hüviyyət yaratma inşasının laziməsi olduğu zaman, nə zaman ki niyaz görüldü, bir milli kimlik inşa edilsin. İranda o milli kimliyin yaradılma sürəcində ırqçılığın təməlləri belə qoyulur ki, bir quruh və ya bir kimlik, bir təriflənmiş bir quruh və onların imtiyazatları ilə bağlı bu kimlik gəlir hiyerarşik olaraq o hərəmi əgər nəzərdə tutsaq, hərəmin lap o başında durur. O birisi quruhlar da gəlirlər yəni gəlirlər hərəmin altında qərar tapırlar və yaşamaqları üçün əgər istəyirlər yaşayalar, qalalar. Ya gələ asimil olarlar o üstdəki kimliyə, ona və ya ona da onun boyunduruğunun altında yaşayarlar, ona imtiyaz verərlər, onun imtiyazlarına taparlar və bu getdikcə davam edir. Bu əslində ırqçılığın tam tanımı budur. Əslində bir kimliyin o birisilərdən üstün olması, üstün olduğu üçün də güc ilişkilərində o birisilərə zor deməsi, güc emal eləməsi olur ırqçılığın tanımı. Təbii ki, kimliyin inşası belə olduğu kimi, yəni Mərdi, Şii, Fars dediyimizdə İran kimliyi yadımıza gələndə və ya tərifi əslən bundan olanda, davamında da həyatın hər tərəfində o sistemik dediyimizdə, yəni təməli belə qurulubdur. Elə həyatın hər hansı bir tərəfində, İranın içində bu ırqçılığı görmək olur. Yəni yaxınlarda futbol misalı ilə başlayırıq. Bu anlama gəlməsin ki, sadəcə stadionda olduğu üçün sadəcə ırqçılıq stadionda olur. Həyatın başqa tərəflərində də bunu çox rahatlıqla mədrəsədən tutun ta dövlət orqanlarına, getdiyiniz idarələrə, mindiyiniz taksidən, həyatın hər hansı bir yerində everyday racism deyilir. Gündəlik ırqçılıqla covered over, yəni aşkar və ya pünhan şəkildə bununla üzləşirik. Fərqli şəkillərdə, fərqli boyutlarda. Ona görə də bunun adını qoyuruq sistemik. Sistemik yəni ki, bir struktur, bir saxtar halətindədir. Yəni cüzi də sadəcə stadionda olmur. Həyatın hər tərəfində bunu görmək olur. Niyə ki, biri hərəmin üstündə dayanıbdır, kimlik, milli kimlik, millət tanımı oluşanda. O birisilər bu hərəmin aşağısında yer alıblar. İndi o birislərin də təbii ki, yeri olur, gələndə məsələn dövlətdə də yer tapırlar hərdən. Bu anlama gəlməsin ki, ırqçılıq sistemik deyil.
Bu da o anlama gəlir ki, bəli, əgər o filtrdən keçsəz, bayaq dediyim kimi boyunduruğu altında qalsaz, assimilə olsaz, bəlkə o qaynar qazan deyirik də, melting pot. O qaynar qazanın içində ərsəz, o axırda çıxan o supdur, hala hər nə mənadır o qazanın içində bişən. Onun bir parçası olsaz, amma ərsəz getsəz, hüviyyətiniz görsənməsə, görünməz olsaz, eləyə bilərsiniz bu hərəmin yerində içində özünüzə də bir yer tapasınız. Sistem icrasının ona görə mən əsas eləyirəm belə olur. Sualınızın o ikinci qismətini soruşdunuz, ikinci qismətini yoxsa? Səsiniz mute-dur. Irqçılıq nə şəkildə davam eləyir? Yəni Aha. və futbola necə yansıyır? Düzdür. Sualınızın ikinci qismətinə gəldiyimizdə isə davam eləməsini əslində mən bilirəm ki, fərqli dostlardan müsahibə alacağınız üçün hey bu təkrar olacaqdır və deyiləcəkdir. Mən də çox dəyərli bilirəm ki, bunu açıqlayırlar ki, sistem niyə var, nə cür icad olubdur, ifşa eləyirlər ki, ırqçılıq necə baz tolid olur cəmiyyətin içində. Amma mən bir başqa tərəfinə də toxunmaq istəyirəm ki, əsas yerəm daha az toxunulur. O da bizim qismət, yəni bizim özümüz tərəfimizdə bizim nəqşimiz, bizim payımız nə mənadır? Burada biz nə rol oynayırıq, biz harda dururuq məsələsidir ki, oradan baxaq qonuya. Bunun davam, əgər yaranması o tərəfdən olubdur, baz tolid olması üstdən güc tərəfindən olubdur, davam etməsinin bir çox tərəfində də bizim də payımız var. Yəni əslində qonuya əsas edən dostlarımızın bir çoxu da, bəlkə dinləyənlər də qəbul edirlər ki, bu məsələ sistemikdir. Yəni bir struktur var, bir saxtar, bir yapı var. Amma bununla qarşı-qarşıya gəldiyimizdə müqavimətimiz, bunun qarşısında durmağımız, mübarizəmiz mən əsas edirəm sistemik olmayıbdır. Yəni əgər məsələn son təpkilərə baxsaq, lap gedək daldan başlayaq da, Mana Neystaninin Rus karikaturu, o böcək tartışmaları falan 85 ilində olan olaylarda Rahəl nə mənə oldu? Mana Neystanın ixracı, Amilinin Suxənranisi xutbəsi ki, əslində təzahüratçılar yaxçıdırlar, yaxçı olmayanlar fitnə yaradır aramızda. Yəni bəzi qoxuxalmalar var bu gözəl səbədin içində. Onları açsaq eşiyə əslində millət öz haqqını istəyir, çox xas bir şey istəyir. Mana Neystanın ixrac eləyincə etsin, bu şeytanətlər olur əslində. Irqçılıq sistemi işlər. Şeytanət olur. Ondan qurtulsa həll olacaqdır. Verdilər orada da dayandırırlar məsələn. Ondan sonra illər boyu gəlirik Fitilə bərnaməsinin bağlaması sanki elə bizə ırqçılığı qurtardı kimin əks edilir. Bu gün də indi görürük televiziyonda çıxılıbdı, karşınaslar danışır, karşınas deyir ki, yaman şeytanətlər oldu. Məsələn, xanımlara, özdə məsələn interseksional baxsaq, xanımların geyinişinə o tərəfdən toxunurlar ki, bəzi xas geyinən, bəzi xas adamlardır bu işi görürlər. Yoxsa ırqçılıq yoxdur ki, aman, yəni İran xubəst, hərçi bədəst əz müsəlmani emas. Yəni vəstən xata bizdədir, biz bir şey eləyirik, yoxsa o saxtarda bir şey yoxdur əslində. Xudada da əzizi ki, dünən ırqçı saya bilərdik, bu gün də olub sərpərəst etdiyim, bizə elə göstərilir ki, məsələn, igid türk balası kimi gəlib durda çıxıb deyir, yox, biz bu məsələni içimizdə həll edə bilirik. FIFA-ya aparmağa lazım deyil, biz elə bəzi müşkillər var öz içimizdə, vifaqla falan həll edə bilirik. Mən əsas eləyirəm bu müqavimət belə olduqca, belə cüzi olduqca, bu nə 100 il, indi dostlar deyirlər 100 ildir davam eləyir, 40 ildə, nə 100 il, bəlkə elə 100 ildə bunun üstünə qoyun, elə bu cür davam eləyəcəkdir. Əgər həqiqətən sadiq olmalıyıq, bunun məsələnin sistemik olduğuna inanırıq, yəni cəmiyyənin hər bodunda yayılıbdır bir sərətan kimi və müqavimətimiz də bundan sistemik olması lazımdır. Ola bilər bəzi dostlarımız, bəzi içimizdəkilər hələ İranla məsələn təklifləri, o İranın termini ilə təklifləri müşəxəs olmadığı üçün, ürəklərində bəlkə İranın bir parçası qaldığı üçün deyirlər ki, o biz qaynar qazanın içində əriməyəcəyik, daşdan, dəmirdən assimilə olmayacağıq. Amma mən isə deyirəm o kəs ki, ən azından deyir bu məsələ sistemikdir, mübarizəsi də sistemik olması lazımdır. Yəni bizi doqanələrlə, ay baxın məsələn Federasiyonu Azərbaycan Şərqidə biri var sizə deyir Azəri, amma bir dənə türk balası var traktorun sahibi, o biləyizə deyir türkdür. Pəs sistemik deyil. Görürsüz ki, yaxçılar da var, pislər də var. Gəlin gedin yaxçılarla elə bunu reform eləyin, tutulsun getsin. Bir dənə doqani kazibdir, yəni bir kazib ikiləmdir burada. Bu ikililiyin arasında sıxışıb qalmaq da bunun davamı, bu ırqçılığın davamının anlamına gəlir. Baxdığımızda sistemik dediyimizdə başqa bir misal ki, bu gün mən əsas edirəm çox gündəmdədir. Çox rahat anlaya bilirik ki, bu türk balalarından, igid balalarından ki, ikililiyə salıb bizi indi bu gün bizə tanıtdırdılar. Bu gün prezidentdir. Amma Tacikistana gedəndə Tacikistanın başçıları deyirlər ki, Ariya Aytabarıq. O da gülür deyir, bəli, bəli. Biləsinə deyirlər sən türksən, yəni sən deyir önəmli deyil, İranlıyam. Amma məni Allah türk yaratdığı üçün
Bu kimliyə iftixar duyuram. Yəni hələ də o kimliyi tamamilə anlamayıb. Niyə ki bu strukturun bir parçasıdır. Fərq eləmir, türk balasıdır, igid balasıdır, manqurt deyil, falan deyil. Düzdür, bunların hamısı düz. Bəli, o struktura gəlmək üçün, oraya girmək üçün, o hirəmin üst qismətlərinə getmək üçün məcbursunuz. Əgər bu strukturu, bu qazanı, qaynar qazanı dəvirməsəz, içində qaynayasınız. Yəni başqa bir yolu yoxdur. Sistemik ırqçılıqla sistemik mübarizə olar. Bunun üçün də bir anlayış lazımdır ki, biz əvvəl qəbul edək burada sistemik bir məsələ var. Kazıb ikiliklər içində donub qalmayaq ki, bəli, fitiləni bağladılar, bəs ırqçılıq tutuldu, stadiondaşları tutdular, belələrin nə bilim apardılar, tutuqladılar, cürm falan saldılar, tutuldu getdi. Məsələ orada tutulmur. Məsələ sistemik olduğu üçün mübarizə də eyni şəkildə sistemik olması lazımdır. Bu hüviyyətin sizin dediyiniz kimi ırqçılığın rasional bir təməllərdə oturub ırqçılıqla necə mübarizə elədiyini anlamamız lazımdır və özümüz də ırqçılığa duçar olmadan, bu da niyə deyirəm bunu? Çünki dünyada da gələk bu mübarizə səslənə axı. Yəni gələk başqa yerlərdən də FIFA-dan danışırıq bu gün. FIFA bizim əgər istəyirik dalımızda duraq. Gələk isbat eləyək ki, ırqçılıqla bir mübarizə veririk. Özümüz ırqçı deyilik. Irqçılığın qurbanısıyıq. Bunun üçün də dediyiniz kimi, sizin dediyiniz kimi çox rasional bir söyləm və sistemik bir şəkildə ırqçılığın olduğunu və bizim də sistemik bir şəkildə onunla mübarizə elədiyimizi, reformlarla razı olmadığımızı, 40 ildir, 100 ildir davam elədiyini gördüyümüzü və buna vaqif olduğumuzu göstərməliyik və mübarizəmizdə özür davam eləməliyik deyə düşünürəm. Çox sağ olun, əziz Sina bəy, çox önəmli nöqtələrə toxundunuz. Çox təşəkkür edirəm. Yəqin ki, dedikləriniz hər konu üzərində durulması və düşünməsi gərəkən konulardır. Təkrar təşəkkür edirəm vaxt ayırıb bizimlə danışdığınız üçün. Var olun, əslində mən təşəkkür edirəm, çox sağ olun. Sağ olun.